Xanımı çox kaprizli gördüm. Yəni və bir şey başa düşdüm ki, xanım heç nəyi bəyənməyən bir xanım idi və ağlarına uyğun bir rəng istəyirdi. Xanımın ağları görün nə qədərdir. Və dedi Nəriman usta, inandırımsa ki, çox kaprizli bir adamam, hər şeyi bəyənən deyiləm. Sizin səhifəni mənə qızım atıb, deyir ki, Nəriman ustanın yanına gedək. Ana, çox gözəl işləri var. Və doğrudan da xanım belə axıra kimi nidavolni oturmuşdu. Yəni bilirsən, heç elə bir ki, narazı, narahat, nə bax belə şeylər hiss elədim xanımda. Və axırda hiss elədik ki, bəyəndi, doğrudan da çox xoşu gəldi. Onsuz da Bakı şəhərində ən kaprizli adamlar, saçı yanmış, yıpranmış, nə bilim, cızdağı çıxmış, qumbara başında partlamış, oraqla saçı kəsilmiş, hamısı bizim yanımıza gəlir. Vallahi billahi, onsuz da xanımın elə saçları şükürlü, elə saçlar gəlir ki, vallahi başında qumbara partlayıb elə bil, nə xlorla açılmış saçlar, hamısı bax bizim yanımıza gəlir. Ən azından onlardan nəsə alındıra bilirəmsə, xanım, sizin saçınız mənim üçün çox da belə qloballı bir iş deyildi. Amma baxın, yenə də qiymət qoyun videomuzun altına da bol-bol komment yazın ki, necə alınır.